Deməli, Fərd Beynəlxalq Maliyyə Sistemi maliyyə üsullarıdır. Növbəti dərsimiz dövlət xərcləri haqqındadır. Plan hissəsində dövlət büdcəsi xərclərinin iqtisadi mahiyyətindən, yəni planda 4 sual qoymuşam. Dövlət büdcəsi xərclərinin iqtisadi mahiyyəti, büdcə xərclərinin təsnifatı, büdcə xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi dövlət büdcəsinin kassa icrasından söhbət gedir. Deməli, birinci sualımıza baxanda büdcə xərcləri dövlətin öz vəzifə və funksiyalarını yerinə yetirməsi ilə əlaqədar olaraq yaranan məsələlərdir. Dövlət büdcəsi xərcləri dövlət və yerli özünü idarə etmə orqanlarının sosial ehtiyaclarını təmin etmək və iqtisadi və sosial həyata müdaxilə etmək məqsədi ilə müəyyən üsullardan istifadə edərək həyata keçirdikləri pul xərcləridir. Dövlət büdcəsi xərcləri dövlətin pul vəsaiti fondlarının bölgüsü və onun məqsədli sahəvi ərazi təyinatı üzrə istifadəsi ilə əlaqədar olaraq yaranan iqtisadi münasibətlərdir. Büdcə xərclərinin təsnifatına baxdıqda, idarəetmə fəaliyyəti ilə, necə deyərlər, xərclərinin təsnifatı var. İdarəetmə fəaliyyətinə görə təsnifləşdirməlidir. Bu dövlətin icra orqanları onların ifadə etdiyi vəzifə və funksiyalar hüquqi tənzimləmələrdən ibarət olan təsnifləşdirməlidir. İqtisadi mahiyyətindən asılı olaraq büdcənin ümumi xərcləri əsaslı və cari xərclərə də bölünür. Büdcənin əsaslı xərcləri büdcə xərclərinin bir hissəsi olmaqla innovasiya və investisiya fəaliyyətini təmin edir. Buraya əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər və s. daxildir. Büdcənin cari xərcləri Azərbaycan Respublikası büdcəsinin iqtisadi təsnifatı ilə əlaqədar əsaslı xərclərə daxil edilməyən dövlət hakimiyyəti orqanlarının, yerini özünü idarə etmə orqanlarının büdcə idarələrinin cari xərclərini təşkil edir. Buraya əməyin ödənişi fondu, əmək haqqına üstəlik malların alınması, xidmətlərin haqqının ödənilməsi, faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transferlər, mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər və s. də bura aiddir. Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına baxanda, burada əməliyyat ödənişi birinci bölmədədir. İkinci köməkçi, yəni bölmədən ibarətdir. Məsələn, əmək ödənişi hissəsinə baxanda əmək haqqı bura daxildir. Əmək haqqına görə ayırmalar bura daxildir. Malların satın alınması məsələsinə baxanda, malların satın alınması, iş və xidmətlərin alınması, beynəlxalq təşkilatlarda üzvlüklə bağlı ödənişlər, daha sonra təməşçılıq və təşviqat xərcləri də bura aid edilir və s. Yəni bir də bu sistemin içini mən oxumadım. Məsələn, maliyyə aktivləri üzrə əməliyyatlara baxanda daxili, xarici, daha sonra daxili, xarici, qızıl və sair deməli əməliyyatları biz burada görə bilərik. Yəni, qrafiklərdən oxuyub görə bilərsiniz. Büdcə xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi təcrübədə büdcə təsdiqatının istifadəsində büdcə maliyyələşməsindəki metodlardan istifadə edilir. Birinci mərhələdə netto büdcə sistemi üzrə maliyyələşdirmə, ikinci brutto büdcə sistemi üzrə maliyyələşdirmə, dövlətdə bələdiyyələrə göstərilən xidmətlər, icra olunan işlərə, o cümlədən dövlətə, bələdiyyələrə,
kontrakt əsasında, müqavilə əsasında göndərilən malların icra olunmuş işlərin, göstərilən xidmətlərin ödənilməsi üçün ayrılan təxsisatlardır. Əhali sosial təminatıdır. Dövlət, bələdiyyə təşkilatları hesab edilməyə, hüquqi şəxslərə büdcə investisiyalarının təsdiqatlar da bura aid edilir. Daha sonrasında hüquqi şəxslərə, fərdi sahibkarlara, fiziki şəxslərə subsidiyaların verilməsi, büdcələr arası transferlərin verilməsi, beynəlxalq hüquqi subyektlərin üzvlük və əvəzsiz olan ödənişlərin köçürülməsi, dövlət borclarına xidmətlər, dövlətin onların subyektlərinin, bələdiyyələrin, hüquqi şəxslərin, vətəndaşların, vəzifəli şəxslərin qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddialar üzrə məhkəmə aktlarının icrası. Büdcə təşkilatı büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Bu təşkilatlara vəsaitlərin ayrılması büdcə planlaşdırması vasitəsilə həyata keçirilir. Büdcə xərclərinin planlaşdırmasının əsas üsulları aşağıdakılardır: proqramlı, məqsədli, normativli. Daha sonra büdcə xərclərinin planlaşdırılmasının proqramlı, məqsədli üsulu iqtisadi və sosial problemlərin həyata keçirilməsi üçün təsdiq edilmiş məqsədli proqramlara uyğun olaraq ayrılan büdcə vəsaitlərinin sistemli planlaşdırılmasıdır. Tədbirlərin, layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin həcmi planlaşdırmanın, maliyyələşdirmənin smeta qaydası əsasında müəyyən edilir. Xərclərin, ödənişlərin planlaşdırılmasının normativ üsulu əsasən büdcə təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı istifadə olunur. Normalar qanunvericilik aktları əsasında müəyyən olunur və aşağıdakı növlərə ayrılır. Sosial tələblərin təmin olunmasının natural göstəricilərinin pulla ifadəsindən ibarət olan maliyyə normaları, məsələn, büdcə təşkilatlarında əhalinin qida ilə, dərman vasitələri ilə, yumşaq inventarla təmin olunması xərclərinin normaları, fərdi ödəniş formalarına əmək haqqı dərəcəsi, müavinə, təqaüd və s. normaları aiddir. Orta statistik göstəricilər əsasında əvvəlki bir neçə il eyni zamanda konkret dövrdə cəmiyyətin maddi-maliyyə imkanları üzrə götürülmüş normaları aid edilir. Natural göstəricilər, maliyyə normaları əsasında xərclər büdcə smetası ilə tərtib olunur və aşağıdakı kimi ola bilər. Fərdi formada, yəni bu deməkdir ki, ayrı-ayrı təşkilatlar və ya tədbirlər üçün tədbir olunur. Ümumi forma, eyni tipli təşkilatlar və tədbirlər üçün tərtib edilir. Mərkəzləşdirilmiş forma, mərkəzləşdirilmiş qaydada həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün nazirlik və baş idarələr tərəfindən tərtib olunur. Məsələn, avadanlıqların alınması, tikinti işlərinin, təmir işlərinin həyata keçirilməsi. İcmal, burada həm fərdi, həm də mərkəzləşdirilmiş tədbirlərin smetaları birləşdirilir. Yəni, bütövlükdə nazirlik və ya baş idarələrin icmal smetası tərtib olunur. Büdcə təşkilatlarının smetasından aşağıdakılar əks olunur. Təşkilatın rekvizitləri, yəni müəssisənin adı, maliyyələşdirilən büdcə, smetanı təsdiq edən şəxsin imzası, təşkilatın möhrü və s. İcmal xərclərinə aiddir əmək haqqı fondu, əmək haqqına üstəlik material xərcləri, istehsal və sosial inkişaf fondu, maddə və səndirmə və digər fondlar. İcmal gəlirlər, büdcədən maliyyələşdirmə, əhaliyə əlavə pullu xidmət, təşkilatlara müqavilə əsasında xidmət göstərilməsi, digər daxil olmalar aid edilir. Təşkilatların istehsal xidmət göstəriciləri də büdcə təşkilatı smetasına daxildir. Xərclərin və gəlirlərin hesablanması və əsaslandırılması da bura daxil edilir. Növbəti büdcə təşkilatlarında funksiyaların icrasının təmin edilməsi də daxildir. Büdcə təşkilatlarının işçilərinin əməyinin ödənilməsi, dövlət hakimiyyət orqanları işçilərinin saxlanması, pul mükafatları, əmək haqqı, ezamiyyət xərcləri, qanunvericiliklə müəyyən edilən digər ödəmələr.
Dövlətin ehtiyacı üçün göstərilən xidmətlərin, icra olunmuş işlərin, göndərilmiş əmtərlərin dəyərinin ödənilməsi. Büdcə sisteminə vergi, rüsum və digər məcburi ödəmələr, büdcə təşkilatlarının fəaliyyəti nəticəsində dəymiş ziyanın ödənişi. Sonra büdcə kreditinə, yəni müasir dövrdə əvəzsiz maliyyələşdirmə ilə yanaşı büdcə krediti də inkişaf edir. Onun aşağıdakı formaları mövcuddur. Hüquqi şəxslərin büdcə kreditləri, vergi kreditləri, vaxt uzadılmış kreditlər, kreditin hissə-hissə ödənilməsi, vergi və tədiyyələrin və digər öhdəliklər. Dövlətin xərclə əlaqəsinə əsaslanan daxili borclar və kreditlər də bura daxildir, xarici dövlət kreditləri də. Dövlət büdcəsinin kassa icrasından danışanda bura sekvestr, müdafiə olunmuş xərc maddələri və vahid xəzinə hesabına köçürülmələr, yəni xəzinə hesabındakı qalıqlar, yəni bu dövlət büdcəsinin icrası kimi başa düşülür. Sekvestr dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə müdafiə olunmuş xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı hesab edilir. Müdafiə olunmuş xərc maddələri büdcə ili ərzində maliyyələşdirilməsinə sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləridir. İlin sonuna bütün xəzinə hesablamalarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesablarına köçürülür və həmin vəsait növbəti ilin aidiyyatı büdcə xərclərinin ödənilməsinə, dövlət büdcəsi kəsrinin maliyyələşdirilməsinə yönəldilə bilər. Xəzinədarlıq qarşısında nəzarətlər də mövcuddur. Dövlət büdcəsinin icrası prosesində onun gəlir və xərcləri hissəsinə nəzarət olunur. Bütövlükdə dövlət maliyyəsi vəziyyətinə və Azərbaycan Respublikası hökumətinin maliyyə əməliyyatları, büdcə sisteminin fəaliyyəti haqqında hesabatların ali qanunvericilik, icra hakimiyyəti orqanlarına təqdim edilməsinə nəzarət mövcuddur. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə Azərbaycan Respublikasının daxili və xarici dövlət borclarının vəziyyətinə də nəzarət olunur. Büdcədən kənar dövlət fondlarına, onlar arasında və onlarla dövlət büdcəsi arasındakı maliyyə münasibətlərinə də xəzinədarlıqda nəzarət olunur. Bu qədər.